Kökün dərəcəsini biraz azaldacaqdınız. Birinci dərəcədən 3 olacaqdı. Aynı oldu. Məsələn, bölmə olsaydı 1 artıracaqdınız. Belə standart qaydadan istifadə edirsiniz. Amma burada fikir verdinizsə, eyni şey təkrarlanmır. 3-2, 3-2, 3-2 gedir. Demək, biz kəsirlər bölməsindən bildiyimiz kimi ümumiyyətlə riyaziyyatda limit temasına dayanır. İlk təkrarlanan hissəyə bir x deyib, cavabı da x deyirik. Все. Demək, mənim misalım nə formasına düşdü? Düşdü ki, x bərabərdir. Kökün altında nə oldu? 3, kökün altında 2x oldu. Gördük. Mən bunu neyəcəm? Kvadrata yüksəldəcəm. X kvadratı bərabərdir. 3 kök altında 2x olacaq. Təkrar bir də kvadrata yüksəldəndə x də 4 bərabərdir. 9. Bu isə 2x olacaq. Hər tərəfi indi x-a böləndə x kubu bərabər olacaq 18-ə. Bu cəhbdə. Elə də saxlayıram, çünki cavabda x kubunu istəyir. Bu belə. İndi ikincisində də yenə baxsam, ilk təkrarlama buradan başlayır. Təkrarlanan hissəyə bir y deyəcəm. Cavabı çünki y-yə bərabər eləyir. Demək, misalım nə formaya düşdü? Y bərabərdir. Kökün altında 2, kökü altında 5y formatına düşdü. İndi hər tərəfi kvadrata yüksəldəcəm. Y kvadrat bərabərdir. 2 kökdə 5y. Təkrar bir də kvadrata yüksəldəcəm. Y üstü 4 bərabərdir. 4 vurulmuş 5y. Buradan hər tərəfi y-yə böləcəm. Y kub bərabərdir 20-yə. Buradan da çıxılmış 20 yazacağım. Cavab da olacaq mənfi 2. Bu misallar